neydi? Kimsə başqa bir sözlərdən də sonra istifadə edib. Mətanət durursunuz. Sözlərdən sonra işlərim. Aferin. Başqa? Kim diye? Necə? Məsələn, bu da Bəli, aferin. Başqa kimsə də desin, bir görə apostoloz üstün sonra. birinci cümlədəki cevabı, evet, ilk başlayanlar, zaten ilk başlayanlar ben bir bağladım. Aha. Sonra training təlim, fantastic. Group name spacings. Becoming an astronaut requires years of intense training. Conditions must pass both physical and physiological tests, proving their ability to adhere extreme conditions. Gərgin məşq tələb edir. Namizədlər həm fiziki, həm də psixoloji testlərdən keçərək ekstremal şəraitdə dözmək qabiliyyətini sübut etməlidirlər. Astronavtlara fizika, kimya, biologiya, mühəndislik daxil olmaqla müxtəlif sahələrdə. My name is Arzu. Our club is Pala. Living in space and microwave conditions. Living in space is entirely different from living in Earth. Astronauts must secure themselves in spatial sleeping bags to avoid floating while asleep. Their main duties during the day include conduct various scientific experiments. Kosmosda olan bir gravitasya sahasında yaşamak. Kosmosda yaşamak, yerde yaşamaktan tamamıyla fərqlidir. Astronavtlar yuxarı yatarkən düzmədən üçün özlərini xüsusi çantalarıyla təmin etməlidirlər. Gün ərzində onların əsas vəzifələri müxtəlif elmi tədbirlərə aparmaq, texniki məsələləri həll etmək, əzələ cüzü saxlamaq üçün idman Bunlardır: floating, sleeping, living, exercising, daydreaming, daydreaming və s. Kim diye? Bir görüp. Azerbaijan has an astronaut. He is Musa. He was born in Azerbaijan. He is 16th person in the world to spend much time in the space. In the space. Okay. Musa, Fulus, Azerbaijan. Astronaut which lives Soviet Union time and he fly the space and he lived there many times. Okay. Belə də çox belə deyək də qiymətlərinizi kəsmək istəyirəm ki, sizə bərabərlik qalib gəlsin. Ona görə sizin hamınızı həvəsləndirirəm, amma hər tərəfdə hansınızın daha üstün, hansınızın daha güclü zəif.